baxsın. Növbəti sualı sizdən. Mən? Deməli, bəzi şirkətlərə, scholarshiplərə apply edəndə onlar axırda intervyu götürürlər səndən. O intervyu mərhələsində mənə maraqlıdır ki, səndən nə eşitmək istəyirlər ki, desinlər ki, məsələn, sənsən də, yəni səni götürmək istəyirlər. O maraqlı. Birinci mən cavablandım. Bugün iki cavab eşitdiniz. Birinci mən o suala cavab verir. Çox güzel. Bu şirkətlər nə istəyirlər? Bunun üçün kiçik bir reklam kimi olmasın. Bir dənə o kiçik qara kitabına baxa bilərik ki, mənə kiçik qara kitabı verilməsə arxada. Ha, tamam, verildi. Çox sağ ol. O benim. Yakışıyor yazın. Maraqlı gəl. Birinci saniye, ona size burada boş profilya karşı tanışımlı sistemli şekilde tarif edeceğim. Burada infantili sistemde infantili. Buna biz cevap vereceğiz. Ben dostum, birinci bizden ne ürettiler? İhtisasımı yaxşı bilməlisən. Ben geleceğim şirkete, şirket benim ihtisasımı soruşacak. İhtisasımı yaxşı bildirsə, mən isə siz edir. Əsas bu belə deyil, çünki sizi harca bir 10-15 kategoriya üzrə seçilməkdə və dərslərinizdən A almış olmağınız sizin bu 15 kategoriyada sadəcə bildirir. Xüsusilə siz hansı peşədə oxuyursunuz? Mühəndislik. Çox gözəl, çox gözəl. Mühəndislik sahəsində əgər sizi bir profesional bir şirkət seçmək istəyirsə, məqamlardan biri mühəndis beyninə sahib olduğunuzu göstərməlisiniz. Yəni, həyata mühəndis baxışı ilə baxırsınız. Bu zaman sizin konkret avtomatikama, yoxsa hansı sahə mühəndisi olmağı önemli deyil. Bir dənə mövzu var, səndə mühəndis beyni var. Birinci olur, ona baxın. Ondan sonra liderlik var. Yəni, biz bəzən düşünürük ki, şirkətə gələcəm, işdə mənə deyəcək ki, bir mənə basacam, bunu belə ağıllı işçi və salam maaşımı alacaq. Belə deyil, bu günü dövrdə profesional şirkətdə sizdən liderlik alır. Lider olur ki, siz artıq özünüz öz işinizin rəhbəri olacaksınız, müştəri qarşısında. Sahnədə və ya müştəri ilə görüşlərdə falan. Orada bəzən şirkətin liderlərinin nümayəndəsi siz olacaksınız. Siz hər bir danışığınızda, davranışınızla şirkəti təmsil edəcəksiniz. Ona görə indidən özünüzdə o liderlik qabiliyyətlərini inkişaf edilməz və intervyuda qarşı tərəfə bunu göstərməz. Mənim bu həyatda liderlik təcrübə eləmişim. Ondan sonra komanda işi ən vacib məqamlardan biri. Biz profesional şirkətlərdə insanlar ayrı ölkələrdən olacaq, ayrı dilklər, ayrı cinslər, ayrı fərqli düşüncələrdə insanlar olacaq. Sizin üzərində düşən olacaq ki, intervyuda baxacaqlar ki, siz sizdən fərqli insanlarla bir komandada işləməyə bacarırsınız və həyatınızda buna misal götürməyə nümunələr olmalıdır. Bunu hardan edə bilərsiniz? Öz universitetdəki qrup yoldaşlarınızla başlayaraq, bugünə ki, hansı bir könüllülükdə falan bir fəaliyyətləriniz olubsa, başa düşdük, yola getmişsiniz onlar. Yox, öyle şey yox. Onlar da bax, bu insanlarla necə mən yola getmişəm, bunu qarşı tərəfə aşılamalısınız ki, sizi seçsinlər. Ondan sonra müştəri məmnuniyyəti. Baxın, mühəndislik olsun, maliyyə olsun, kompüterlər yoxdur. Bütün istənilən bir şirkətdə şirkət sizdən bir şey istəyir. Bu işi birinə satacaq, o satdığınız insanları məmnun etməyi bacarmalısınız. Və mühəndis də sənin üçün bir mühəndis olur, sənin üçün müştəri kimdir? İşdəki sənin menecerin ilə başlayaraq, komanda yoldaşlarına başlayaraq, klient müştəri tərəfidir. Sən həyatda necə müştəri məmnuniyyətini sahibsən, onu başlayabilirsən, bunu göstərebilir bir insan olmalısın. Ondan sonra kommunikasiya, ünsiyyət qurma bacarığı. Ünsiyyət qurmamızı dostlar, yəni bir araya gəlib də həyatda, bir qarşıya keçib də insanlara söz yanında ən sadə dildə öz fikrini qarşı tərəfə aşılayacaq bu qədər ünsiyyət bacarığına sahib olmalısın. Mən utancaqam, mən sıxılıram, mən bugünkü dünyada bu intervyuda hisə bilməyəcəksiniz. Ən az intervyuda qarşıdakı insanlarla ünsiyyət bacarığı nümayiş etdirməlisiniz. Ondan sonra tolerant olmaq bu işin yarıqlarındadır, olsaydı, bir də öyrənməyə meyilli olduğunuzu göstərməlisiniz. Yəni, nə qədər desəz ki, mən təhsil sisteminə, bakalavrda, magistrda, doktoranturda tutarlı təhsili bitirdim, nə deyil, təhsil sistemi iş dünyasına başladığınız gündən başlayır. Və siz qarşı tərəfə intervyuda satmalısınız ki, mən öyrənməyə meyilliyəm. Baxın, həyatımın bu məqamda kiçik bir etapda bu ortama gəldim, burada olan şeyi mən tez bir zamanda öyrəndim. Göstərməlisiniz qarşı tərəfə. Ondan sonra dəyişikliyə adaptasiya.
intervyuda qarşı oturanlara baxırlar. Bu insan bu günə kimdir? Tələbədir, dəftər, kitab, universitetə gedir, gəlir. Biz bu insanı hansı bir ortama salacaq? Profesional bir şirkətin arasında, profesionalların arasında bir gün treynerdə olacaq, bir gün sahədə olacaq, bir gün dənizdə, bir gün burada, bir gün evdə. Bunlara nə qədər adaptasiya ola biləcəksən? Onlar sənin gözünə baxanda bunu tutmağa çalışacaqlar səndən. Siz də öz həyatınızda necə adaptiv bir insan olduğunuzu göstərirsiniz. Yəni, müxtəlif misallar göstərirlər. Məsəl üçün, dağda mən kampa getmişəm, komandayla. Həyatımda bir qədər dağa çıxırdım, çox çətin bir şəraitdir, amma mən getdim və ora adaptasiya elədim. Oradakı alpinistlərin bir misal göstərdim. Ondan sonra deyirəm, həyatda çətinlikləri görmüş bir insan olduğunuzu, qarşıdan aşılaması dostlar. İntervyuda. Biz Avropa gənclərinin fərqli olaraq biz Azərbaycanlı gənclər valideynlərimiz tərəfindən çox sevdiğimiz, əl içində böyüdüyümüz, çox oxşarlı və çox yumuşaq olur. Bunu tezə xanımlar deyil, bəylər də daxil edir. Amma iş həyatı sərt həyatdır, nə qədər sərtsə. Bunu qarşı tərəfə ilgəlində aşılamalı bacarmalısın. Tamam. Və bugün həyatınızda kim ki, gənc yaşlarından artıq evdəki maddi durum limitlərinə görə işləməyə məcbur qalıbsa, iş həyatını görürsə, çətinlik həyatı görürsə, bunu intervyuda qarşı tərəfə çatdırmalı sizi seçilənlər çəkəcək. Ondan sonra multitasking. Gələcək, menecer mənə bir tapşırıq verəcək, mən o tapşırığı edəcəm. Yalnız bitirəndən sonra menecer mənə növbəti tapşırıq verəcək. Bu dünyadır, bu topyada belə bir şey yoxdur bugünkü iş dünyasında. Dostlar, bu iş dünyası özümüzdə çəkilməli olduğumuz ən vacib məqamlardan biri multitasking bacarıqdır. Yəni, eyni vaxtda bir yol, bir şeyləri yerinə getirmək bacarıqdır. Çünki sizin şirkət əsasında bir menezeriniz olduğunuz, sizin operation üzrə bir menezeriniz olacaq, quality üzrə bir menezeriniz olacaq, hər departament üzrə bir menezeriniz olacaq. Hamısına da bağlı olacaq. Hər biri və hər səhər menecer sənə öz tapşırığını göstərir. Və bu menecerin vecinə olmayacaq ki, sən bu dəqiqə o bir menecerin dediyini edirsən. Sən eyni zamanda hər bir menecerin tapşırığını həmin gün etməli olmalısın. Buna bir multitasking. Xanımlarda var bu, yağlı şey var, xanımlarda multitasking bacarığı var, amma bəylərdə biz bir anda burnumuzun üstünə görsə onu düşünürük. Amma bunu biz bəylər özümüzdə inkişaf edirik. Multitasking. Sən eyni zamanda sahədə bəzən burnun başında iş apartında həmin andacı səndə maildə başqaları da əşin aytımlar olacaq, sən gəlib vaxtın qabağında o maildə də cavab edəcəksən. Bu, hər kəs aydan istənilən şəkildə ünlükən bəlkələrdən biri multitasking və intizam və punktuallık. Bir yerə vaxtında çatmaq. Bir söz deyiləndə ki, mən deadline-da bitirəcəm, o deadline-da bitirmək. Bugünün dünyasında tələblərdən biridir. Və sizdə də mən bu arada həyatınızda heç bir intervyuya gecikmək, az intervyuya kəsilmək. Burada nədən bugün praktik eləməsi dostlar? Dostlarınızla randevularınızla. Bir dostunuzla yenə də 2 saat üstə isti kafede görüşürük, sən üstə o isti kafede olmalısan, onu gözdən tutacaqsan. Həyatda bu karakteri bizdə. Və sonrasında dostlar, relakasiya. Və soruların sonluğundaki bazarlık intervyuda dostum vermək, relakasiya eləməyə hazır olmalısınız. Nə mənada? Siz bu gün profesional bir şirkətdə işə düzəldiyiniz anda siz deyə bilərlər ki, Bakıda işləyəcəksən, amma eyni zamanda deyə bilərlər ki, sən Azərbaycan filan rayonunda və ya ölkə xaricində filan ölkədə işləyəcəksən. Siz birbaşa işə götürməsiniz və siz həmin anda o saniyə gibi baxışda çaşqınlıq və düşüncə olmamalıdır. Həmin dəqiqə bəli, hazıram deməyə intervyuda hazır olmalısınız. Yerindəcə relakasiya edin. Hazırıq mı? Soruşuram. Hazırıq. Çox güzel. Kimin xarici pasportu var? Eğer deyirsən ki, mən xarici ölkədə işləmək istəyirəm, bu pasport almaq istəsə dostum, yalanlar mı? O dərəcədə istəmirsən, istəmək odur göstərisi ki, o pasportunda burada hazır. Sorursam ki, maşın sürmək kimi istəyir, kamera qaldıracaq. Kimin sürücü vəsiqəsi var? Gözəl. Bax, bundan danışaq. Bugün maşın sürməyə sənin imkanın olmaya bilər, amma sürücü vəsiqə almağa imkanı sənin. Güzel dostum, suala cevap oldu mu? Bəli, çox gözəl. Təşəkkür ederim. İxtisasınızdan A alın, amma A almaqdan əlavə bunları da qarşı tərəfə yansıtmalısınız ki, onlar da belə adamlar. Bütün bu göstəricilərə uyğun gəlir.
qalmadı. Çünki hər birimi izləmək üçün nəticə əldə edə bilmirəm.